Salam hörmətli YouTube və TikTok izləyiciləri, axşamınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Abbasiyətdə, yəni 4-cü mikrorayonda 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 2 otaq, 3 otaq düzəldilmiş, əla və keyfiyyətli təmir olunmuş, eyni zamanda əşyaları ilə birlikdə mənə deyilənə görə deməli televizor, bir də paltaryan maşın götürülməlidir. Bax, qarşıda gördüyünüz deməli bu mənzil satılır. Hal-hazırda mən bax mətbəğində yerləşirəm. Mətbəği hardasa 3-ün 4-dədir, yaxud da 3-ün 3,5-dır. Bu cür böyükdür. Yenidən evdə olan əşyaları göstərirəm. Yəni əşyalar dedikdə evə aid olan əşyaları, başqa şəxsi əşyaları götürəcəklər. Bu həqiqətən belədir. Deməli, bax evdə olan əşyaları göstərdim. Yenə təkrar edirəm. Mənə deyilənə görə paltaryan maşın boş. Bax bunu dedilər. Bir də ki, deməli televizoru götürmək şərti ilə əşyalar ilə birlikdə satılır. Qiymətin 78.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. 5 mərtəbəli binanın 4-cü mərtəbəsidir. Bax, sənəddən mən baxdım, düzdür. O sənəddə bütün evin ümumi kvadrat metri götürülməyib. 57,8 göstərilir. Burası isə hamamıdır. Bax, təmirlidir. Bu cürdür. Yenidən mən sizə hamamını göstərirəm. 1,5 tonluq su bakı var. İndi isə qapıdan giriş hissəsini görmək mümkündür. Qapısı gördüyünüz kimi dəmirdir. Burası isə deməli otaqlardan, yəni zaldır, eyni zamanda otaqlardan biridir. Dediyim kimi 2 otaq, 3 otaq düzəldilib. Deməli bu həyət evi yenə təkrar edirəm. Deməli Abbasiyətdə 4-cü mikrorayonda yerləşir. Abbasiyət adına xəstəxananın qarşısı demək mümkündür. Yəni bax həmin mərkəz yoldan, asfalt yoldan, düzdür, hər yerdə bildiyiniz kimi asfaltdır. Ancaq həmin mərkəzi yoldan bax bu deməli binaya qədər olan məsafə maksimum 100 metrdir. Buranın işini tapa bilmirəm. Bax burada da belə vaxtilə bağışlayın. Deməli vaxtilə bura açıq balkon olub. Hal-hazırda bax belə bir mini otaqdır. Mən elə gəlir ki, harasa 2,5-ın 3-ədir, 3,5-a da ola bilər. Bax, bura deməli yenidən göstərirəm. İşığın yerini tapa bilmədim, bağışlayın. Bax, bu cür alındı. Bildiyiniz kimi sənədi çıxarışdır. Yəni, asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bundan başqa, deməli, bu binanın tikildiyi ilə görə ipoteka yararlıdır. Yenidən təkrar edirəm. Deməli, Abbasiyətdə 5 mərtəbəli binanın 4-cü mərtəbəsində əla və keyfiyyətli təmir olunmuş. Eyni zamanda deməli 2 ədəd əşyadan başqa bütün əşyalar evdə qalır. Yəni əşyalar birlikdə 78.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. 2 otaq, 3 otaq düzəldilib. Yenidən otaqların bax qarşıda mətbəxdir, hamamdır. Burası otaqlardan biridir. 2-ci otaqdır. Burası isə 3-cü otaqdır. Bax, o işıq yanmayan yeri mən sizə göstərdim. Orada da əldən qladovka demək mümkün deyil, otaqdır. Hardasa 2,5-ın 3,5-adır. Bax, bu cürdür. Bax, belə sizlərə. Onu da deyim ki, 24 nömrəli orta məktəbə hədsiz dərəcədə yaxın bir ərazidə yerləşir bu bina. Bax, belə sizlərə uğurlar.